şəxsən salamlayıram. Mən özüm də Azərbaycan ordusunun polkovniki ehtiyatda olan İspandiyorov Vüqar Tofiqoğlu, Vətən müharibəsinin iştirakçısı, Cəbrayıl Qubadlı Zəngilanın alınmasında brigada komandiri vəzifəsində xidmət etmiş. Sonradan Kəlbəcərdan terror əməliyyatında düşmən tərəfindən basılmış mina partlayışında yaralanaraq ehtiyata çıxmışam. Rahip Babayev haqqında mən qısa danışmaq istəyirəm. Rahip Babayevlə mən 2016-cı ildə Azərbaycanın ən çətin bölgəsində yerləşən 172-ci brigada Murov döyüş mövqeyində tabur komandiri vəzifəsində xidmət edib. 2016-cı ildə biz bir yerdə xidmətə başladıq. Həmin vaxtı bölük komandiri vəzifəsində xidmət edirdi. Sonradan qismət oldu, öz vəzifəsini, öz qarşısına qoyduğu tapşırığı çox müvəffəqiyyətlə yerinə yetirdiyi üçün mən onu brigada komandiriyim qəbul etdim və tabur komandiri vəzifəsinə təyin etmək qərarına gəldim. Hətta 2 saatdan çox söhbət elədim. Ən əsas da izah elədim ki, sən 3-4 ildir Murovdasan. Gəl səni Toğanada yerləşən ehtiyat taburların birinə yeri dəyişim. Çünki neçə vaxtı ön xəttəsən. Bir xahiş oldu ki, mən bu taburda tabur komandiri olub və Kəlbəcərin alınmasında iştirak etmək istəyirəm. Çünki qarşısına məqsəd qoymuş ki, Kəlbəcərin alınmasında tabur komandiri olaraq o öhdəçiliyi, o vəzifəni yerinə yetirməsinə istəyirdi. Və taburu da mənim üçün xahiş elədi ki, bəs komandir xahiş edirik, Rahip Babayev bizdən əvəz olunmasın, çünki biz öyrəşmişik. Biz artıq bilirdik, 2020-ci il yaxınlaşırdı. Komandirlər bilirdi ki, müharibə qaçılmazdı, vaxt günü-gündən azalır. Yenə də öz istəyinə nail oldu. Ən çətin Ömər aşımı dəniz səviyyəsindən 3460 metr olan Koroğlu dağı istiqamətində tabiçində olan qısa bir qüvvə ilə ən çətin qayalıq, sıldırım, indi biz düzdür, o görünən müharibənin hissəsi var, görünməyən hissəsi var. İndi biz Şuşanı, bəli, hamı görür, bilir, hamı danışır o Şuşanın dağlarında, o qayalarda necə bizim xüsusi təyyarətlərimiz hücuma keçdi, orada Şuşa azad olundu. Əlbəttə ki, Murovda ondan da ağır vallahi o qayalıqlar, əməliyyatlar keçdi. Çünki erməni Ömər dağında dayanmışdı. Bizim qüvvələrimizin, ikinci ehtiyat qüvvələrimizin köməyə getməsinə tam meşatçılıq eləyirdi. Çünki artilleriya, toplar, nə bilim, digər silahlarla bizim qüvvələrin irəliləməsinə meşatçılıq eləyirdi. Amma bizim rəhmətli şəhid Rahip Babayevimiz öz heyəti ilə qısa bir vaxtda, müharibənin birinci günündə, 27-ci tarixdə düşmənin orada döyüş mövqələrini ələ keçirdi. Və sonradan da orada döyüşərək, öz heyəti ilə birlikdə cəsarət göstərərək düşmən tərəfindən atılmış mərmilər nəticəsində şəhid oldu. Mən bütün şəhidlərə bugün Allahdan rəhmət diləyirəm. Bütün şəhid analarının, ailələrinin, bacılarının hamısının əlindən öpürəm. Allah sizləri var eləsin. Bugün bir yerdə olmağınız, bu şəhid ailələrlə bir yerdə bütün xalqın, millətin olmağı əlbəttə ki, onlara dəstəkdir. Bugün Azərbaycan xalqının suveren olması bu şəhidlərin simasındadır. Bugün Azərbaycan xalqının, Azərbaycanın dünya tanınmasında, bu Qarabağın dünya tanıdılması hamısı bu şəhidlərin çiynində oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Diqqət üçün çox sağ olun.